Stüdyo Murad Ziya təqdim edir. Mən bir də tənhalıq, dərdlərimlə baş-başa gəzirəm yenə küçələri. Baxıram insanlara, hər kəs öz aləmində. Kimisi gülür, kimisi danışır. Mən isə dinləyirəm həzin bir musiqi. Musiqi aparır məni uzaqlara. Uzaqlarda biri var, uzaqlarda biri var. Dinlədiyim musiqilər məni aparır ora. Baxışlarla süzürəm gökyüzünü. Buludlar da dolub boşalır. Hava da yavaş-yavaş qaralır. Ağ-qara buludlar mənim halıma yanır. Birazdan çıxacaq gökyüzündə ulduzlar. Qaranlıq küçələrə işıq saçacaq. Yenə qara gecələr səssizliyə qərq olacaq. Stüdyo Murad Ziya təqdim edir. Ayrılığımızdan 5 yıl keçib. Düz 5 yıl. 5 yılda nələr oldu? Nələr dəyişdi? Bir mən dəyişmədim, bir də sənə qarşı olan saf, təmiz sevgizlərim. İllər quşqanatlı ötüb keçdi. Artıq ailə həyatı qurmusan. Var ailən, var uşağın. Mən isə səndən sonra içki ilə dost olmuşam. Hər gecələr içib sərxoş oluram. Başqa bir dünyanın, başqa bir insan oluram. Cavan canıma qəsd edirəm. Xəyallarla yaşayıb həyatımı məhv edirəm. Səndən sonra. Hərdən gizli nömrə ilə zəng edirsən. Hal əhvalını soruşub, necəsən deyirsən. Hələ də məni sevdiyini söyləyirsən. Ürəyimiz günahkar. Biz isə günahsız məhbuslar. Səni məndən ayrı salan ata-anana nə deyim axı? Gəl görüşək yenə biz. Qaydaq bir anlıq ötən günlərə, sahil kənarı, sən və mən, toxunsun əllərim əllərinə, susaq, danışmayaq biz. Saatlarla baxaq göz gözə, gözlər sevgidən danışsın, gözlər sevgi ilə alışıb yansın. Gəl görüşək yenə biz. Qaydaq bir anlıq ötən günlərə, gəl görüşək yenə biz. Stüdyo Murad Ziya təqdim edir. Məni tərk edib gedən yar, məni əğyara satan yar, qəm qüssə, kədər mənə yar. Yuxuma niyə gəlirsən? Qəmli baxışla baxırsan,
Yuxuma qonaq olursan, qəlbimi oda yaxırsan. Yuxuma niyə gəlirsən? Yuxuma niyə gəlirsən? Sursan, heç danışmırsan. Yoxsa peşman sən olubsan. Saatlarla hey baxırsan. Yuxuma niyə gəlirsən? Yuxuma niyə gəlirsən? Bir daha sevmirəm səni. Tərk edib gedərkən məni dəfn eylədim. Yar, mən səni. Yuxuma niyə gəlirsən? Yuxuma niyə gəlirsən? Nifrət adlı bir sevgim. Alovu səni yandırar. Quruca bir cismin qalar. Yuxuma niyə gəl? Yuxuma niyə gəl? Stüdyo Murat Ziya təqdim edir. Daha səni axtarmayacam. Daha sənə yazmayacam. Get, dayanma, get. İstəyirsən get, başqasını seç. Dəllər kimi onu sev. Get, dayanma, get. Günahım nə idi axı mənim? Günahım yoxsa saf qəlbimlə sənə inanmağım, sənə aşiq olmağım, səni sevməyim. Sən isə göz görə-görə məni odlara attın. Qəlbimi qırmaqla axı nə qazandın? Söylə, söylə, mələk libaslı şeytan qadın. Söylə. O günü görməzdim. Kaş səni başqa biri ilə. Gözlərim kör olaydı. Necə də şirin-şirin söhbət edirdiniz. Tutmuşdum əlləri əllərindən. Mən isə kənardan seyr edirdim sizi. Beynimdə min fikir, min sual. İlahi, görəsən bu odur. Səncə dəyərmi mənim göz yaşlarıma sənin bu yalanların? Get, dayanma, get. Mələk libaslı şeytan qadın. Mələk libaslı şeytan qadın. Stüdyo Murat Ziya təqdim edir. Bağlayıb ürəyimin qapısını bir kilitlə. Açarını atmışam mavi xəzərə. İstəmirəm daha sevib əzab çəksin mənim yazıq ürəyim. O sadəlöv körpə bir uşaq kimidir. İnanır hər sevirəm deyənə. Sevir, sevginin oduna yanır. O aldanır, sonunda tənha qalır. Hər gecə ürəyimlə dərdləşib söhbət edərdik. İndi yad insanlar kimiyik. Küsüb inciyib məndən yazıq ürəyim. Bir gecə səs eşidib, yuxudan mən ayıldım.
Durub ətrafa nəzər saldım. Heç kim yox, öz-özümə təəccüblü qaldım. Yenidən gəlib çarpayıya uzandım. Pozdu yenə gecənin səssizliyini o səs. Sən demə bu mənim yazıq ürəyim. Körpə uşaq tək hıçqıra-hıçqıra ağlayır. Vəfasız sevginin yasını saxlayır. Ürəyimin yükü ağır. Qorxuram bir gecə qəsd ed özünə. Bu olanlara necə dözsün? Yumruq boyda ürəyim, ürəyimin yükü ağır. Qorxuram bir gecə qəsd ed özünə. Ürəyimin yükü ağır. Ürəyimin